Məndə uzun müddətdir ki, reflüksdən əziyyət çəkirəm. Boğazda qıcıqlanma, öskürək, sinədə yanma, göynəmə, boğazda acı dad, turş suyun gəlməsi, ümumiyyətlə tipik, atipik bütün şikayətlər demək olar ki, var. Ona görə də doktora yaxınlaşdıq. Tağzadə Fərqanə, 2002-ci il təvəllüddür, 24 yaşım var. Əslində ilkin əlamətləri 5-6 il öncə başlamışdı. Sadəcə bir müddət müalicəyə tabe olmuşdu, sakitləşmişdi. İndi isə yenidən 7-8 aydır ki, güclənib əlamətlər. Rabezol müalicəsi eləmişdik. O qısa müddətli təsir göstərsə də effektiv olmadı. Yenə əlamətlər təzədən geri qayıtdı. Bu müayinədən sizin də dediyiniz kimi reflüksin diaqnostikasında qızıl standartdır 24 saatlıq pH-metriya müayinəsi. Ona görə də düşünürəm ki, dəqiq nəticə əldə edəcəyik. Dünən Aslan doktora yaxınlaşdım pH-metriya müayinəsi üçün və 24 saatlıq müayinədən sonra nəticələr bəlli oldu. Digər əlamətlərə baxmayaraq reflüks təyin olunmadı. Hansı ki, o əlamətlər yanma, qıcıqlanma, göynəmə, boğazda tikə qalma hissi və digər reflüksə xas olan əlamətlər olsa belə aparılan müayinə nəticəsində ciddi reflüks təyin olunmadı. Əslində nəticə gözləmədiyim formada oldu, çünki bütün reflüks əlamətləri vardı, lakin müayinə metodu ən son müasir texnologiyaların təşkil etdiyi müayinə metodudur. Ona görə də əminəm ki, düzgün nəticədir. Doktorumuzla da əlavə müalicə prosesini başladacağıq. İnşallah ki, daha da yaxşı olacaq.